Bax, bu problem çox qızın, çox qadının başına gəlir. Deməli, biraz əvvəl bir qadın mənə zəng eləyir ki, Sahil bəy, mən sizə təşəkkür edirəm. Soruşuram ki, nə baş veribdir? Deyir, mənim qızım nişanlı idi və nişanı qaytardılar və qızım da deyir, nişanlısını çox sevirdi və nişanı qaytarandan sonra qızım deyir, çox ciddi depressiyaya düşdü. Hətta deyir, o dərəcədə ciddi depressiyaya düşdü ki, deyir, o dırnaqları yoxdur. Bax, dırnaqları deyir, belə dəhşətli dərəcədə saralmışdı, belə dırnaqlarında qırılırdı. Deyir, bunlar stresdən idi. Hə, deyir, qız da tez-tez intihar etmək istəyirdi. Bizə deyirdi ki, intihar edəcəm. Hətta gəlib bizə deyirdi ki, ya nişan, ya torpaq, ya nişan, ya torpaq, ya nişan, ya torpaq. Dəfələrlə bunu təkrar edirdi. Deyir, mənim bir həkim rəfiqəm var. Həkim rəfiqəm məsləhət gördü ki, Sahil Hüseynovun Hekayə Terapiya kitabı çox yaxşı kitabdır. Onu mən tövsiyə edirəm, onu al. O elə sizə də, uşaqlarınıza da, hazırlığa gedən uşaqlarınıza da dərslərini yaxşı hazırlamağa kömək edəcək. Eyni zamanda qızınıza da kömək edə bilər. Deyir, mən sizin kitabınızı aldım. 2 ay bundan əvvəl deyir, kitabınızı aldım. Deyir, birinci özümü oxudum. Özümə çox böyük təsir elədi. Deyir, çünki özümün də problemləri var idi. Qızıma görə narahat idim. Bir də deyir, özümün də deyir, xəstəliyim var deyir. Getdim həkimə, çox ciddi xəstəliyim çıxdı. O xəstəliklə bağlı çox ciddi narahatçılıq keçirirdim deyir. Xəstəliyimlə bağlı narahatçılığım deyir, getdi. Qızıma kitabı deyir, hədiyyə elədim və qızımın həyatı dəyişdi deyir. Deyir, şükür Allaha, indi qızım deyir, əməlli başlı adam olubdu deyir. Daha ya nişan, ya torpaq, ya nişan, ya torpaq, ya nişan, ya torpaq kimi intihar meyilləri ağlına gəlmir, sözlərini demir. Əməlli başlı qızım deyir, özünə hörmət eləməyə başladı. Artıq deyir, qızım hətta deyir, internetdə qızım deyir, sənət öyrəndi. Qızım indi öz əl işləri ilə məşğul olur. Oğlan ümumiyyətlə deyir, yadına düşmür. Bax, bu məsələlər çox ciddi məsələlərdir. Ona görə də bax, bu məsələlərlə bağlı qızlarınızla çox ciddi maarifləndirmə söhbəti aparın. İndi bu kitabımla bağlı onsuz da məktəbli uşaqlar, hazırlığa gedən uşaqlar, tələbələr onsuz da alır, onlar bilirlər. Onlar kitabımı alırlar. Amma bax, bu məsələlərdə də kitabım faydalı ola bilir bir çox insanlara.